Antalyanın gözəlliklərini yalnız dənizi ilə tanımayın. Bu dəfə sizi şəhərin səs-küyündən uzaq, dağların qoynunda gizlənmiş kəndlərinə aparıram. Biz yola çıxdıq, bizi qarşıda 1 saatlıq yol gözləyir. İstiqamətimiz isə Antalyanın məşhur kəndlərindən biri olan Badəmağacı köyünədir. Yol boyu hər daşın, hər ağacın öz hekayəsi var. Bu görüntülər təbiətlə iç-içə bir yaşamın sübutudur. Bu kənddə insanların həyat tərzi, düşüncələri, yaşamı, adət-ənənələri ilə daha yaxından tanış olacaqsınız. Burada həyat sadə və bir o qədər də təmizdir. Kənddə səhər başqa cür açılır. Günəş torpağı isidərkən evlərdə təbii məhsullardan ibarət süfrələr qurulur. Bu süfrədə hər loxma təbiətin öz hədiyyəsidir. Burada ağacların kölgəsində dincəlməyin isə öz ləzzəti var. Limon ağaclarının altında dayanıb dərindən nəfəs almaq kifayətdir ki, bu torpağın nə qədər bərəkətli olduğunu anlayasan. Əl ilə dərilən tutun dadını isə heç bir bazarda tapa bilməzsiniz. Bu kəndlər, bu torpaq mənə təkcə gözəl görüntülər yox, ruhumu dincəldən anlar da bəxş etdi. Burada həyat tələsmir. Kənddə insan təbiətin bir parçası kimi yaşayır. Hər kəsin bir işi, bir sakitliyi var burada. Bu kənddə gəzəndə insan unudur. Nə vaxt gəlmişdi, nə vaxt gedəcək. Zaman dayanır. Antalyanın bu yüzünü görmək hər kəsə nəsib olmur. Amma mən sizə göstərməyə davam edəcəm.